It's like Intervision, but for sports. Azerbaijan is hosting the third CIS Games. For leaders in Baku and Moscow, the Games are a test of image, alliances and soft power. The Games were proposed and first held in Russia in 2021 to strengthen relations within the post-Soviet Commonwealth of Independent States and beyond. The competitions will feature over 20 sports with nearly 2,000 athletes from 13 countries, including Russia, Belarus, Turkmenistan and Uzbekistan. Non-CIS countries include Pakistan and Cuba. Bax, bu mənada Azərbaycan hakimiyyəti həm də bunu daxili təbliğat üçün həyata keçirir ki, yenə Azərbaycan geosiyasi oyunçudur, Azərbaycan böyük siyasi gücdür, Azərbaycanın dünyada mövqeyi var, Azərbaycanla hesablaşır və s. Bunun ətrafında təbliğat qurmaq. Bütün avtoritar ölkələrdə idman hakimiyyətin təbliğatı üçün xüsusi bir alət kimi, bir vasitə kimi istifadə olunur. Azərbaycanda da o cümlədən. The Games come at a time of tensions between Baku and Moscow. Late last year, Azerbaijan accused Russia of accidentally shooting down an Azerbaijani Airlines plane over the Caucasus. Baku recently refused to participate in Russia's new international music competition, Intervision. Former diplomat Nahid Jafali says Azerbaijan has no interest in relations with Russia deteriorating further. He says the Games are important for Russia too. Bu yaxınlarda Business Insider'ın açıqladığı araşdırma da göstərir ki, Rusiya MDB ölkələrində yumşaq gücü artırmaq üçün müəyyən addımlar atır. Rus evlərinin fəaliyyəti, Rus dilinin təbliği və s. bu siyasətin tərkib hissəsidir. MDB ölkələrinin idman oyunları da bu təbliğatın bir elementidir. The third CIS Games start on September the 28th and will be held across 7 Azerbaijani cities.